Aprelin 15-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və YAP Suraxanlı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları, gələcəyə baxış mövzusunda tədbir keçirilib. Əvvəlcə YAP Suraxanlı rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Tədbirdə ümummilli lider Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Sonra YAP Suraxanlı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP İdarə Heyətinin üzvü, Partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova, Milli Məclisin deputatı Sevinç Fətəliyeva və YAP Suraxanlı rayon təşkilatının gənc üzvü Şahnaz Heybətova çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan Konstitusiyası dövlətçilik ideologiyasının əsaslarını özündə ehtiva edir. Xüsusilə ölkədə dövlət siyasətinin ideoloji əsasları demokratik ənənələr, milli həmrəylik, davamlı iqtisadi inkişaf və insan amilinə əsaslanır. Qeyd edilib ki, müasir Azərbaycanın ideoloji təməli ümummilli liderin siyasi irsinə və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji kursa əsaslanır. Milli maraqların təmin olunması, müstəqil xarici siyasətin həyata keçirilməsi, ərazi bütövlüyünün və suverenliyin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gələcəyə baxış kontekstində də dövlətimizin ideoloji əsasları strateji əhəmiyyət daşıyır. Belə ki, ölkəmizdə perspektiv baxımından şaxələndirilmiş, rəqabət qabiliyyətli və innovasiya yönümlü iqtisadiyyat formalaşdırılıb. Vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa quruculuq işləri həyata keçirilir. Böyük qayıdış proqramı uğurla icra olunur və regionda sülhün təmin olunması istiqamətində ardıcıl siyasət aparılır. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsinə töhfə verir. Diqqətə çatdırılıb ki, güclü ideoloji əsaslara söykənən dövlət siyasəti Azərbaycanın gələcəkdə də möhtəşəm nailiyyətlər qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının da hər zaman cəmiyyətdə ideoloji iş apararaq dövlət siyasətinə fəal dəstək verdiyi xüsusi vurğulanıb. Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb. Daha sonra Suraxanlı rayonunun ictimai, siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.